Salam dostlar, sizinlə Tkachenko Aleksandr. Bu videoda sizə suni intellektlə necə kontekst reklamı başlatmağı göstərəcəm. Beləliklə, bunun üçün reklam verən bölməsinə keçirik, kontekst reklamına klikləyirik və burada suni intellektlə yarat düyməsi var. Burada uyğun olaraq şirkətin adını, biznes təklifinizin ustunluqlarını yazırıq və buraya trafiki yönləndirəcəyimiz link əlavə edirik. Əslində, nə qədər çox ustunluq yazsaz, suni intellekt üçün bir o qədər asan olacaq və sizin üçün kreativ yaratmaq daha rahat olacaq. İndi bütün bu məlumatları dolduracağım və davam edəcəyik. Məlumatları doldurdum və variantları yarat düyməsinə basırıq və sadəcə gözləyirik. Sonra o bizə əvvəlcə strategiyanı təqdim edir. Yəni, biz strategiyanı və mətn ucun hansı istiqamətdə düşünəcəyimizi müəyyən edirik. Əgər nəsə xoşumuza gəlmirsə, bu düyməni basa bilərik. O, variantları yeniləyəcək və beləliklə biz yeni bir variant seçə biləcəyik. Baxın, o artıq bizə variantları təqdim etdi. Düzdür, deyilmi? Gəlin, məsələn, ən birinci variantı götürək. Davam et düyməsini basılır. Və burada o artıq bizə təqdim edir. Yəni o artıq bilir ki, başlıq nə qədər uzun olmalıdır, mətnin uzunluğu necə olmalıdır. Ona görə də o artıq bu platformada tətbiq oluna biləcək bütün ayarları nəzərə alaraq seçim edir. Məsələn, burada Global Shark Autocopy Trading'dir. Və son strategiyanı isə salın. Məsələn, bu uyğun olar. Seçilik. Hər şey kifayət qədər sadədir. Cəmi bir neçə kliklə. Sonra biz ödəniş edə bilərik. Əgər biz istənilən bir məbləğ yazırıqsa, məsələn, kiçik bir məbləğ, onda 1000 baxış $100 basa gəlir. Məsələn, 1 yaza bilərik. Bizdə uz 130 baxış olacaq, dördürür. $20 yazırıq, 6660 baxış alınır. Burada $20 əgər paket seçsək, onda bizdə 10.000 baxış olacaq. Yəni bu, daha sərfəlidir. Yəni, əgər biz məhz belə paket təklifini seçsək, 10.000 baxış uzun, onda 1000 baxışın qiyməti $2 olur. Əgər burada 30.000 baxışlıq paketi seçsək, cəmi $30 edir və 1000 baxış üçün qiymət cəmi $1 olur, dostlar. Yəni 1000 baxış üçün $1. Bu isə çox daha sərfəlidir. Ona görə də biz təbii ki, maksimum sərfəli olanı seçirik. Yenə də basa düşmək lazımdır ki, əgər siz reklam balansınızı dərhal ən az $100 və ya daha çox artırırsınızsa, bu məbləğə əlavə olaraq 50% də bonus alırsınız. Yəni $100 artırdınızsa $150 alırsınız. Və belə bir vəziyyətdə sizdə qazanc bir yarım dəfə daha çox olur, düzdür? Yəni siz artıq burada $1 yox, 1000 baxış üçün daha az pul ödəyirsiniz. Bunu da nəzərə almaq lazımdır. Və o da və baslat düyməsini sıfıra. Və əslində hər şey bu qədər. Uğurlu da. Reklam artıq səddisto. Burada artıq görürük ki, 30.000 baxış qalıb. Və necə baxış keçdiyini də görə bilərik. İstəsək, redaktə edə bilərik, sondura bilərik, ya da əlavə ödəniş edə bilərik. Və əslində bizdə də eyni seçim olacaq. İstədiyimiz məbləğ və ya paketlə. Və əslində hər şey bu qədər. Gördüyünüz kimi burada heç bir çətinlik yoxdur. Suni intellekt hər şeyi sizin yerinizə edir və ən əsası hədəflənmiş ayarları da ozu seçir. Yəni o dili, auditoriyanı, onların maraqlarını seçir. Yenə də basa düşmək lazımdır ki, insan profil dolduranda testdən keçir və testdə suallara cavab verir. Suni intellekt isə onu analiz edir. İnsan kriptovalyutadan nə dərəcədə istifadə edir, bu kriptovalyuta ilə hansı səviyyədə tanısıdır, tərəfdaş proqramlarında hansısa şəbəkələr qurubmu, yəni maraqları nələrdir və s. O, bütün bunları dərindən analiz edib araşdırır və bu məlumatlar əsasında sizin üçün ən yaxşı hədəfləmə ayarlarını tamamilə avtomatik şəkildə seçir. Ona görə də sadəcə bir neçə kiçik klik hərəkəti etməklə artıq sizdə keyfiyyətli hazırlanmış mətn və tam düşünülmüş, yüksək keyfiyyətli hədəfləmə ayarları olur, əziz dostlar. Bu həqiqətən möhtəşəmdir. Gələn videoda görüşənədək.